Əldə etdiyimiz məlumata əsasən aclıq aksiyasını davam etdirən Nigar Bağırovanın səhhəti kəskin şəkildə pisləşib. O, huşunu itirərək yerə yıxılıb və nəticədə başı yerə çırpılaraq zədələnib. Nigar xanım yıxıldıqdan sonra Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: "Gəlin Nigar Bağırovanı çıxarın." Baş verənlərlə bağlı adiyyəti orqanlara dəfələrlə şikayət edilsə də, indiyədək heç bir cavab verilməyib. Həbsxanadan Xəzər rayon polis idarəsinə Nigar Bağırovanın vəziyyəti barədə məlumat ötürülərək bildirilib ki, gətirdikləri məhbus aclıq aksiyasını davam etdirir və həyatını itirməsi an məsələsi ola bilər. Bununla belə hələlik heç bir qurum məsələni araşdırmır. Nigar xanım aclığı davam etdirdiyi üçün ona həbsxana rəhbərliyi tərəfindən hədə-qorxu gəlinir. Əldə etdiyimiz məlumata görə rəhbərlik Nigar xanıma qarşı təhqiramiz ifadələr işlədir və bu yolla onu aclıq aksiyasını dayandırmağa məcbur etməyə çalışır. Nigar xanıma deyilib ki, aclığı dayandırmaq üçün ağzından və burnundan bədəninə qan vuracaq və beləcə aksiyan tamam olacaq.